öğrenen fizyologlarımız, mesela Sechenov, qəti şəkildə inkar edirdi. Bunun səbəbi nə idi? Yəni, Freydin özü doğrudan da mən məsələn şəxsən indiki devirdə onu dahi hesab edirəm. Nə üçün? Freyd birincisi çox gözəl beynin funksiyasında bir məsələni qoymuşdu ki, hər şey beyində fiksə olunur. Bax, ziddiyyət buradan başlamışdı. Ancaq fizyologlar deyirdilər ki, yox, beyinə gedən informasiyalar vaxt keçdiyi üçün pozulur. Və onlar dinamikdirlər və o informasiyalar dəyişə bilir və müxtəlif. Bax, o ziddiyyət oradan başlamışdı. Amma Freyd gözəl məsələni o qədər qəşəng qoymuşdu ki, yox, bunların hamısı fiksasiya olunur. Və buna sual verirdilər ki, harada? Onda o fikirləşib, bax, həmən sizin o çəkdiyin, o çox gözəl, indinin özündə də böyük bir sir var orada. Və o alt şuur dediyimiz, həmən o beynin o hissəsidir ki, orada həm özünü qavradığın, həm də özündən asılı olmayaraq, həyatda baş verir. Hətta məsələn, insan gedir küçədə, bəzən görürsən ki, onun heç fikir vermədiyi şey də onun beyninə yazılır. Yəni, o alt şuura yazılanlar. İndi o Freydin də ziddiyyət təşkil eləməsinin ən əsas səbəbi o idi ki, o deyir ki, insan beynində hər şey fiksasiya olunur. Amma müasir fizyologlar, ondan sonra o əsrin, bizim 20-ci əsrin fizyologları, onlar deyirlər, yox, belə şey yoxdur. Hər şey yazılır və sonra pozulur. Yəni, o dinamik bir proses gedir beyində. İndi o alt şuurun mahiyyətini mən bir neçə, doğrudan da bunu təcrübədə... İsmət müəllim, o yəqin ki, onların hər ikisi çox maraqlı hipotezlərdir, çünki ispat eləmək olmur da. Doğrudan deyil. Onlar ispat olunmayan şeydir. Amma bəzən olur. Yazdırıb qalır mı, yoxsa yazdırıb pozulur? O alt şuuru oyatmaq məsələsi. Uzun sürəli yaddaş var da, orada uzun sürəli long term memory, uzun sürəli yaddaş var. Ora bəzi şeylər əsasən insana maraqlı olan şeylər də yazılır, amma bəzən də insana heç bir əlaqəsi olmayan şeylər də yazılır ora. Bəli. Mən sizə bir dənə misal deyəcəm, ola bilsin. Keçən əsrin 80-ci illəri idi, o vaxt parapsixologiya deyirəm bir elm inkişaf edirdi. Ondan sonra mən izləmədim, nə oldu onun yenə. Amma deyir, onu gizli sir kimi saxlayırlar, yəni dövlət sirri kimi o təcrübələr gedir. Nə idi o sirdən biri nə idi? Məsələn, tutaq ki, informasiyanı bir ölkədən başqa ölkəyə keçirmək istəyirsən, aydın məsələdir ki, onu keçirməyə müxtəlif yolları var. Bir yolunu tapmışdılar ki, o informasiyanı alt şuura yazırlar. Sonra gedir bu insan o bir ölkəyə gedəndə o alt şuurdan onu çarpmağı bilirlər. Yəni, onu açmağı öyrənmişdilər. Yəni, o güya belə, mən oxuyurdum bəzi məqalələr zadı. Əgər doğrudan da biz sübut eləyə bilsək, yəni biz alt şuurdan informasiyanı çıxartmaq yollarını öyrənə bilsək, Freyd doğrudan da dahi olacaq. Yəni, doğrudan da... Mən məsələn, şəxsən Freydin o ideyasına inanıram. İnanıram çünki bəzən elə hallar olur ki, məsələn, belə bir hadisə olub, bir qadın olub, bu heç fransız dilini heç ömründə bilmirmiş, yəni öz dili də döyülür. Amma birdən-birə bu, haradasa 37-38 yaşlarında başlayıb təmiz fransız dilində danışmaq. Bunu çox maraqlı olub bütün insanlar üçün, hamıya bunu deyirlər, bu nətər olub bu? Məlum olub ki, bu dayə olub. O fransız dili müəllimi həmişə o uşağın yanında, ona dərs deyəndə, bu da uşağın qulluqçusu olub yanında otururmuş. Heç özündən asılı olmuyor, o dili o tam olub əlifbasından ta bunun beyninə yazılır, baxışıyor. Birdən-birə bu çıxıb başlayıb fransız dilində təmiz danışmağa. Olub belə həyatda belə şeylər çox olub və o yəni təsadüfləri izah eləyə bilmədiyinə görə yazıb Freydi də günahlandırırdılar. Amma indi beyinlə məşğul olan fizyologlar çox şeylər açacaqlar. Ona görə Freyd doğrudan da belə görkəmli alimdir, amma yaxşı bir Onu ispat eləmək biraz çətin olacaq, yəni. Çətin olacaq, amma beynin funksiyalarını indi bizim o tomoqraf çıxıb, o müasir tomoqraflar. Görünən bir şeydir. Onlarla ola bilsin ki, müəyyən şeylər açılacaq. Məsələn, sizə bir şey deyim, əgər başa istəyirsinizsə. Bu yaxınlarda mən bir şey oxudum, doğrudan mənə də maraqlıdır o. Yuxu necə olur? Niyə insan, biz deyirik ki, niyə insan yuxusu gəlir? Maraqlı bir ideya, deməli, müəyyən ediklər. Siqnallar, hansı ki, orqanizmdən siqnallar gəlir beyinə, o mərkəzə analiz olunmaq üçün. Gələndə bunlar çox səlis gəlir və beyin də onları yaxşı analiz edir. Səlis gəlirsə, yəni dalbadal, hər kəsin öz yerindən. Elə ki, o siqnallar qarışır, beyinə gedən siqnallar qarışır, qarışan kimi adamın yuxusu gəlir. Bu maraqlıdır, bu ideya, bu fikir. Yəni, təsdiq edə bilsək, o fikirlərin hamısı ifadə edir. İki sual. Çox sağ olun. İki sual.
Bilirsiniz, biri də bilir. Həqiqətən çıxışınız çox fərqli idi. Əsas gözəlliyi də bundaydı Azərbaycan mühiti üçün. Sualım belədir ki, bu psixoloji problemləri olan insanlar həqiqətən xəstədirlərmi? Yəni həqiqətən cəmiyyətə yararsız insanlardırmı? Yoxsa həqiqəti bilən insanlardırmı? Çünki bildiyim qədərilə bir çox tanınmış insanların psixoloji problemləri olur. Hətta intihar edənlər olur. Xahiş edirəm, bu sualına cavab edin. Çox sağ olun. Mənim fikrimcə, öz fikrimi bildirim. Aha, bəli. Hər bir insanın nə vaxtsa həyatı boyu hər hansısa bir psixoloji problemi olur. Ona görə bunu demək olmaz ki, kiminsə psixoloji problemi varsa dahi olacaq və ya heç bir şey olmayacaq həyatında. İnsanlar çünki normal və anormal arasında, biraz öncə dediyim kimi, Freud dediyi kimi, bu normallıqla anormallıq arasında sərhədi götürüb Freud. Və buna görə insan, məsələn, bugün depressiya yaşayırsınız, sabah o depressiyaya keçə bilər və hər bir insan bunu keçirdə bilər yəni. O qədər psixoloji problemlər var ki, yəni biz bilmədən belə psixoloji problemlər keçirdirik. Buyurun. Mənim sualım belədir ki, bütün dinlərdə qatı din tərəfdarları var. Mən bilmək istəyirəm ki, bu qatı din tərəfdarları bildiyimiz kimi öz ideologiyası ilə həyatlarını yaşayırlar da. Bunlar belə şəxslər, super eqolu şəxslər sayıla bilər, yoxsa yox? Super egosu artıq olan Bəli. dinlər var. Qatı din tərəfdarları, bəli. Yəqin ki, çünki din heç vaxt pis bir şey insanlara öyrətməyir. Normalda din pis şey öyrətməmiş, moral şeylər öyrətdiyi üçün. Demək olar ki, yəni sürekli saati olan insanlar, demək olar belə insanlar. Yəni, alınan informasiya. Ben bir neçə söz deyim, çünki burada bir kız olduğu şey buyurun. Mən sual belədir ki, bildiyimə görə Freud ölümündən əvvəl bütün əl yazmalarını yandırıb. Siz bilirsiniz, ki, niyə yandırıb, səbəbini bilirsiniz? çünki o insanların onun haqqında biyografiya yazmasını istəmirdi. Niyə istəmir? İnsanlar onun haqqında biyografiya yazanda heç istənirdi. Məsələn, niyə bir bəziləri insanlar mənim haqqımda biyografiya yazsınlar? Çünki onlar mənim doğrudan nə hiss etdiyimi və doğrudan həyatı boyunca nələr yaşadığımı onsuz da dəyişib başqa formada yazacaqlar. Və buna görə, yəni ki, həmişə onun bir yazısı da var idi ki, o yazıda bildirdi ki, mənim ölümündən sonra mənim biografiyamı yazmayın deyə. Amma yazı yəni təbii ki, Ahmet müəllim, təbrik Bəli, edirik. çox sağ Ben bir neçə söz deyib bitirək. Elə oradan başlayaq ki, bu son sualdan çox Freud'un ölümü də çox təsirli olubdu. Bilindiyi kimi Freud ömrünün son 16 il xəstə olubdu. 16 ildə 33 dəfə cərrahi əməliyyatı keçirib və çox məhsuldar elmi yaradıcılıqla məşğul olub. O ağrıların, onların içərisində nə qədər küllü miqdarda məqalə və monografiyaları yazıbdır. Və ölümünü də o xahiş edib onu. O nə deyirlər ona? Tibdə. Yəni, o xahiş edib 83 yaşında ağrılardan əziyyət çəkəndə xahiş edib onun ölməyinə kömək etsinlər. Və ona çox qat morfiz vurmaqla onun ölümünü Sürətləndiriblər. tezləşdirlər və Freud'in şöhrətdən heç xoşu gəlməyib. Məsələn, onun şöhrətin zirvəsində olan vaxtlar Amerikalılar film çəkəndə, başqa bir yerlərdə reklam məqsədilə ona o zamanla 100 min dollarlarla pul təklif edəndə o həmişə kəskin etiraz edibdi və hətta bir dəfə ondan soruşmadan bir filmdə onun adını çəkiblər, onun fikrinə əsaslandırırlar və ona görə böyük məhkəməyə vermişdi ki, mənim niyə adımı çəkirsiniz ümumiyyətlə? Yəni, Freud'in dahi olduğunu xeyli dahilər qəbul ediblər. Dediyimiz kimi, qeyri-adi dərəcədə
yeni inqilabi görünən fikirlər gətiribdir. Və bunlar çox olduğu üçün, zəngin olduğu üçün o fikirlər, təbii ki, onların bir qismi sonra elmin sonraki inkişafında özünü doğrultmuyor. Bu hər sahədə olur. Hətta fizikada da olur. Yəni, dəqiq elmlərdə də olur. Misal üçün, fizikanın ən böyük nənklərindən bilən Rutherfordun atom nəzəriyyəsi var idi. 15 il keçəndən sonra məlum oldu ki, o nəzəriyyə doğru deyil, tamam başqa cürdür. Yəni, əgər bu fizika kimi elmlərdə bu olursa, təbii ki, bu psixologiya kimi elmlərdə hansı ki, ruhiyyətdəndir, psixologiyanı belə ruhiyyət kimi tərcümə edə bilərik. Bu cür elmlərdə daha çox analiz, daha çox eksperimentlər əsasında əldə eləmək, bu cür yollarla olubdur. Hipotezlər sürmək, müxtəlif o кейslər, halları öyrənməklə və onu 100% ispat edib, 100% təksir eləmək çətindir. Bu gün bəzi şeyləri ispat eləmək, bəzi şeyləri tətbiq eləmək olur. Çünki fizika elminin, o müxtəlif cihazları, müxtəlif diaqnostik vasitələrin gücləndiyi üçün, amma yenə də çox şeyləri aydınlaşdırmaq olmayacaq. Mən bir Henri Poincaré'nin məşhur riyaziyyatçı və məşhur filosof Henri Poincaré'nin bir fikrini çatdırmaq istəyirəm burada. Freyd'e çox dəxli olan. Poincaré həm zamanının ən böyük riyaziyyatçısı idi. Einsteinlə paralel olaraq nisbilik nəzəriyyəsini kəşf eləmişdi. Sadəcə o böyük müəlliflik Einsteinlə kəşf oldu. Çünki daha belə deyək ki, eksperimental hissiyə yenə bilməmişdi Poincaré, amma nəzəri cəhətdən qurmuşdu və böyük filosof idi. Onun bir məqaləsi var, riyazi kəşflərin mexanizmi. Çox gözəl bir məqalədir. Poincaré yazır ki, mən bir riyazi nəzəriyyə üzərində fikirləşirdim. 2 il gərgin fikirləşdim. 2 il beynimdən çıxmırdı və həll eləyə bilmədim. Həll eləyə bilmədim, başını buraxdım. Gördüm ki, məni məhv edir, başqa şeylərlə məşğul olmağa başladım. Bundan deyir 4-5 il keçmişdi və mən tamam unutmuşdum onu nəzəriyyəni. Yəni başını buraxmışdım. Bir gün küçədə gedirdim. Kareta saxladım ki, karetaya minim. Kareta saxlandı, mən bir ayağımı karetanın pilləsinə qoydum. Bir yerdə olanda gördüm, məsələ beynimdə həll olundu. Formulanı tapdım. Və sonra Poincaré deyir, bu necə olur? Bu necə olur? Məncə deyir, bu belə olur ki, biz idrak dərk eləyirik, o məlumatları götürürük. Məlumatları götürürük, beynimizdəki o neyronlar, hüceyrələrə veririk o məlumatları. Və onların da bir öz-özünə çalışma qabiliyyəti var. Bu treyninglərin nəticəsində uzun müddət belə deyək ki, biz bunu yetişdirmişik, bəsləmişik. O öz-özünə işləmə mexanizmi var. Bu keçir, deyir, alt şuura. Şuurumuzla qəbul edirik, keçir alt şuura. Orada fiks olunur, başlayır işləməyə. Və beyin işləyir. Bir gün deyir, bizim heç xəbərimiz olmadan güya elə bilirik ki, bu göydən gəldi, ilahidən gəldi. İnsanlar bəzən belə özlərinin böyük olmasını göstərmək üçün deyir, mənimki elə belə deyir, mənimki ilahidən gəldi. Xüsusən şairlərdə belə dəllik olur. Amma əslində o şuur altı gedən proseslərdir. Bunu hər bir alim sahəsindən asılı olmayan, təbiət elmlərində daha çox rast gəlir, amma digər sahələrdə alim, musiqiçi, şair, digər şeylər, bunların hamısını təsdiq edə bilərlər ki, kəşflərin sözlərin o insight deyirlər ingilis dilində, rusca azareniya. Azərbaycan da demək olar bir qığılcım, bir parıltı əmələ gəlir. O parıltı həmin o şuur altı gedən proseslərin nəticəsidir. Yəni, böyük kəşflərin əksəriyyəti el olub. Məlumdur ki, Mendeleyev dövrü cədvəlini yuxusunda görüb. Yəni, yuxusunda göydən enmədi. Mendeleyev uzun müddət axtarırdı onu. Uzun müddət axtarırdı. Form bilmirdi ki, o qrupları necə düşsün. Hər şeyi belə hesablayıb, amma o strukturanı, həndəsəsini görə bilmirdi. Onun fikirləşə yuxu zamanı o beynində o açıldı və onu gördü. Ona görə Freyd bu şuur altına nüfuz eləyən və şuur altını bizə açıb göstərən ən böyük bəşəriyyətdə böyük şəxs olub. Ona görə onun
konkret nəzəriyyələrindən nələrsə qala bilər, nələrsə qalmaya bilər, amma onun bu böyük rolu hər şeyi deyir. Freydin bir məşhur sözü var, mən onunla qutarmaq istəyirəm. Deyir, mən hansı sahəyə girdimsə, hansı sahəyə kəşfə girdimsə, gördüm məndən əvvəl orada bir şair olub. Onun məşhur sözü, məndən əvvəl orada bir şair olub. Yəni, intuisiya, şuur altı çox böyük şey həll edir və mən onun qəlbin nəzərəsini qurmuşam. Ülkəmdən təşəkkür edirəm, çox sağ ol və şübhəsiz gənc insan üçün belə məclisdə məruzə eləməyin bir riski var. O riskin altına çıxdı, məncə girdi, amma məncə hər şey normal oldu, yaxşı oldu. Çox sağ olun, təşəkkür edirəm.